Deməli, Jaguar XF modeldir, 2013 modeldir. Bu avtomobil bizə yaxınlaşma səbəbi avtomobili baxış keçirməyimizdir, yoxlamağımızdır. Deməli, avtomobili sahibi avtomobili yeni alıb, təzə almışsınız da, düzdürmü? Avtomobil sahibi bu avtomobili yeni alıb və bundan əvvəlki sahibi avtomobili 92 yanacağı ilə istifadə olunub, eləyib daha doğrusu. Bunu da hardan bilirik? Endoskopi kamera ilə baxırıq. Porsche-nə bax, yaxınlaş bir əmrə. Porsche-nin vəziyyətinə baxın. Görün nə vəziyyətdədir. Heç ürək açan deyil. Bundan əlavə olaraq ikinci silindrin baxış keçiririk. Klapanlara baxın. Görürsünüz nə vəziyyətdədir klapanlar. Bu isə keyfiyyətsiz yanacağın səbəbləridir ki, və keyfiyyətsiz yanacaq avtomobilə vurulduğu zaman, YDM-lərdən 92 vurulan zaman, bax, həmin o klapanlar başlayır elə qurum bağlamağa və sonradan başlayır mühərrikin kompresiyası, yəni çəkimi zəifləyir. Və silindirlərdə yanma normadan az getdiyinə görə və başlayır avtomobilə bir-bir belə fəsadlar çıxmağa. Bu avtomobilin ən yaxşı məsləhətimiz ondan ibarət ki, avtomobil bütün yanacaq sistemi yuyulmalıdır və ondan sonra aqressiv sürməmək şərti ilə bir müddət 95 və 98 aktan yanacaqdan qarışıq olaraq istifadə olunmalıdır ki, o klapanlar təmiz qalsın. Hələ ki, çox bərbad vəziyyətdə deyil. Əgər çox bərbad vəziyyətdə olsa, avtomobilin qalifikasiyası sökülməlidir. Klapan sanikləri hamısı bunlar dəyişilməlidir, yonulmalıdır, təzədən şkurkalanmalıdır. Yəni, şilxovkası da olunmalıdır ki, təmiz qalsın və daimi olaraq yanacaq sistemi yuyulandan sonra daimi olaraq 95 aktanından və 98 aktanından istifadə olunmalıdır ki, avtomobilin çəkimi bərpa olunsun. Bağla.